Salam, axşamınız xeyir olsun əziz dostlar. Hər birinizi Astema Akademiyası salamlayıram və mən Yadova Dadaşov. Bugünkü bizim 4-cü dərsimiz RAID massivlərinə aiddir. Yəqin çoxlarınız eşitmisiniz. RAID nədir? RAID-in neçə cür növləri var? Nələrdə istifadə olunur? Mənfi cəhətləri, müsbət cəhətlərindən mən danışmaq istəyirəm. RAID nədir? RAID-in tam adı Redundant Array of Independent Disk gedir, yəni qısacası RAID gedir. RAID disk nasazlığına dözümlük və optimallaşdırılmış performansın vacib olduğunu vacib qurumlarda, belə deyək, böyük bir şirkətlərdə istifadə edir. Yəni RAID hər hansısa bir serverin optimallaşdırmaq, işini optimallaşdırır. İstərsə də NAS, yəni Network Attached Storage qutusunda ümumi məlumat itkisini qarşısını almaq üçün əlbəttə ki, RAID istifadə olunur. RAID-in də bir neçə cür növləri var. Mən o barədə danışacağım sizinlə. RAID əslində dözümlü və sabit disklərə sıradan çıxan, əslində bəzi RAID növlərində orada fault tolerance deyilən bir sistem də var. Yəni RAID bir neçə dənə sabit disklərin birləşməsi deməkdir. Həm yaddaş artımı ilə bağlıdır. Yəni məsələn sizdə böyük bir data varsa, tutalım siz bir server qurmusunuz, indirirsiniz bir ora. Əlbəttə ki, hard disk və ya da SAS disk 1000 dənə, 100 dənə qoymaqdansa, əlbəttə ki, sova bir RAID kimi deyilib istifadə edə bilərsiniz. Birinci gəlin başlayaq RAID 0-dan. Yəni əsasdakı RAID-in həm Windows serverdə, həm Windowsda, həm Linux, həm də OS X serverində də istifadə etmək olar. Və bəzən soruşu var ki, hansı RAID məsəl üçün mənim üçün uyğundur, hansı səviyyələri var, hansı məsləhətdir, o barədə mən sizə demək istəyirəm. SAS, SAT, SSD disklərindən istifadə olunur. RAID-in serverlərindən populyar əslində RAID-in növləri çoxdur. Mən sizə ən vacib olanları deyirəm, çünki həmişə siz hansısa bir intervyuya gedəndə ya sistem tərəfdən həmişə RAID-lər soruşu var ki, RAID məsəl üçün 0 nədir, 1 nədir, RAID 5 üstəgəl 0 nədir, RAID 6 ilə məsəl üçün 1-in özəlliyi nədir? Mən bir balaca o barədə məlumat verməyəsən. Birinci gəlin başlayaq. Bu şəkildə gördüyümüz kimi RAID 0-dan. RAID 0, yəni 2 disk birləşməsindən ibarət, yəni 2 dənə hard diski birləşdirəndə olur RAID 0. RAID 0 serverinizin işini yaxşılaşdırmaq üçün istifadə olunur. Ona həm də stripping də deyirlər, disk sovağı kimi tanınır. RAID 0 istifadə edərkən məlumatlar çoxlu disklərə, bax görürsünüz bloklar var. Yəni onlara başlayır məlumat yazılmağa. Məsələn A, B, B elə başlayır yazılmağa. Bu o deməkdir ki, kompüter bir disk əvəzindən birdən-birə bir çox disklə işləyir və onun məhsuldarlığını artırır. Çünki orada bir çox sürücü, yəni sürücü deyirlər də o sunucu. Yəni bu bloklar sizin başlayır məlumatlarınızı oxumağa. Read and write belə deyək də, gedir. Həm proqram təminatı, həm aparat kimi də istifadə eləmək olur. Amma mənfi cəhəti nədir? Sizin məsəl üçün belə deyək, burada bir şəxsi bir faylınız varsa, əgər hard diskin, belə deyək də, sərt diskin biri sıradan çıxanda, artıq siz buradakı məlumatları görə bilmirsiniz. Çünki bu araq bir-birinə bağlıdır. Ya bu fail toleransı 1-dir. Yəni siz buradan heç bir məlumat artıq backup'ını çıxarda bilməyəcəksiniz və yaxud da bərpa edə bilməyəcəksiniz. Və disklərdən belə, yəni Word isə biri uğursuz olsa, ardıcıllıq pozulacaq. Məsələn, bir getdi. Bir getsə, bu var avtomatik getdi. Artıq siz burada heç nə məlumatı, nə recover, nə də backup'ını çıxarda bilməyəcəksiniz. Keçdik RAID massiv 1-ə. Gördüyünüz kimi, RAID massiv 1-də xətaya dözümlü konfiqurasiya olan disk yansıtma kimi tanınır. Yəni buna həm duplikasiya deyirlər, həm də güzgülü, mirroring deyirlər. Yəni ona baxa bilərsiniz. Adi bir şəklini göstərirəm sizə. Görürsünüz, A1, A1, A3, A3, A5 məsəl üçün. RAID 1-də məlumatlar qüsursuz və davamlı olaraq bu diskdən digərinə kopyalanır. Məsəl üçün A diskindən B diskinə kopyalanır. Və serverlər arası belə bir söz var, replikasiya deyirlər ona. Yəqin çoxlarınız eşitmisiniz və burada da RAID 1-də də
bir diskdən bir diskə kopyalama gedir, replikasiya və güzgülü forma yaradır. Yəni məsəl üçün bu A-dır, bu da olsun bizim B diskimiz. Burada artıq mirroring. Görürsüz? A1, A1, A3, A3. Yəni artıq güzgülənmə gedir. Eyni özünü əks kimi görür də. Əgər bir disk, məsəl üçün də Allah eləməsin, bu sıradan çıxdısa A, amma bu yenə də işləyəcək. Və məlumatlarınızı siz vaxtında belə deyib, bu da sıradan çıxmaması üçün məlumatlarınızı götürə bilərsiniz. Yəni backup-ıdır, kopyasını çıxarda bilərsiniz. Bu RAID-in bir xüsusiyyəti də var ki, aşağı qiyməti olan, keyfiyyəti olan bir RAID bir növüdür bu. Yəni performansı daha da yüksək deyil. RAID 1-in performans azalmasına səbəb olmasıdır. RAID 1-də proqram və ya standart vasitəsilə həyata keçirilə bilər. Yəni RAID 1 istifadə etmək üçün yoldaşlar ən azı 2 dənə disk olmaqla yetərlidir. Yəni şərtdir 10 dənə, 20 dənə disk istifadəsi. RAID 0 kimi, yəni siz RAID 1-də istifadə edin. Sadəcə RAID 0-da iki tərəfdən də o, RAID 1-də belə deyək, ehtiyat tərəfdən biri əgər sıradan çıxsa, o birisini siz istifadə edə bilərsiniz. Yəni məsəl üçün sizdə belə deyək, bir disk tutumu, məsəl üçün, tutam ki, bu 1 terabaytsa, bu bölünür olur 2 terabayt olmayacaq. Bu olacaq onun yarısı qədər. Yəni, ümumi yaddaş tutumu, məsəl üçün, bu 1 2 terabaytsa, bu xeyr, bu RAID 1-də 1 terabayt olur. Çünki o birləşir və güzgü kimi olur. Onu mirroringini verir. Daha sonra keçək RAID Massive 5-ə. Gördüyünüz kimi yoldaşlar artıq burada bizə minimal 4 dənə disk lazımdır. RAID 5-i ən çox serverlərdə və NAS storage, NAS cihazlarında istifadə olunur. Bu RAID səviyyəsi RAID 1-dən daha yüksək performans göstərir. Yəni RAID 5-də məlumatda 3 və ya daha çox diskə bölünür. Gördüyünüz kimi bax burada A1, A2, A3, AP, B1, B2, B2, B3. Bax görürsüz adi məlumatda başlayıb bloklara bölünməyə. Və onu da deyim ki, məsəl üçün belə deyək, diskin biri, məsəl üçün bu götürək bizim A diskimizdir. Əgər biri uğursuz olsa və yaxud da sıradan çıxsa, məlumatlar paylanılma, yəni paritet deyirlər ona, paritet blokunu avtomatik progressiv şəkildə yaradılır. Yəni əslində uğursuz sürücü əvəz edənə qədər sistem hətta bir diskdə işləməyə davam edəcəkdir. Yəni burada getdisə A-da, yəni siz bunu D-də də, B-də, C-də də o qalacaq. Baxın indi siz burada RAID 5-i neçə dənə yerə bölmüsünüz. O artıq baxın sizin o işinizə. Həmçinin də onu deyim ki, RAID 5-in bir başqa üstünlüyü də ondan ibarət ki, bir çox NAS və server storage-lərdə isti rejimdə dəyişdirməyə imkan verir. Yəni massivlərdə belə deyək, sizə tutam ki, RAID 500 var. Əgər onun biri uğursuz olsa, o serverin NAS-a daxil olma istifadəsi üçün girişi pozulmayacaq. Məsəl üçün belə deyək, mənim şirkətimdə server var və NAS storage var. Mən məsəl üçün bu diskdə mənim fayllarım var, burada da var. Məsəl üçün bu əgər sıradan çıxsa, mən yenə də remote olaraq buna daxil olub öz fayllarımı istifadə edə bilərəm. Yəni şərt deyil ki, bu sıradan çıxırsa hər şey dayandı. Xeyr. Yəni rezerv üçün bu qalır. Yəni sürücü uğursuz olduqda zədələnmiş disklər dəyişiklikdən yeni diskdə istifadə yaradılır. Həm də RAID 5-də serverlərdə bir çox yazma əməliyyatları yerinə yetirəndə performans artır. Məsəl üçün, siz bir işçini, məsəl üçün belə deyilir, bir işinizin bir günlü database-in belə deyək, RAID 5-ə yazsaz, o yəni təhlükəsiz rahatı keçir. Yəni aynən oturum günlərlə, saatlarla yox, gözləyim yox. Çünki orada performans daha da yüksəkdir. Daha sonra isə yoldaşlar keçək RAID 6 massivinə. Aha, gördüyünüz kimi burada double parity sistemidir. Görürsünüz bax burada bloklar necə bölünüb. Məsələn B1, B2 hərəsi bir yandadır. RAID 5-in əslində biznes tərəfdə daha geniş istifadə edilir. Bu da RAID 5 kimidir, demək olar ki, eynidir. Amma RAID 6-da daha bir möhkəm bir həllidir. Çünki RAID 5-də paritet blokları bayağı mən sizə göstərmişdim. Məsələn, paritet blok, bir olan paritet bloklardır. Üzüstəm. RAID 5-də paritet RAID 6-da paritet bloklarına daha çox sığır. Çünki bax görürsünüz ki, adından da ki, double parity, yəni ikili. İki disk, məsəl üçün,
belə deyək də, sizdə burada 5 dənə diskdir. Əgər sizdə ikisi də sıradan çıxsa, sisteminiz yenə də işləyəcək. Biri də sıradan çıxsa belə, o yenə də işləyəcək. Yenidən RAID 6-nın ən çox biznes tərəfdə istifadə baxmayın, orada data var falan çox olduğu üçün onlardan çox istifadə edilir. Və növbəti RAID 10 barəsində mən danışmaq istəyirəm. Bax görürsünüz burada yazıb disk stripping and mirror, güzgülənmə və stripping. Bu əslində RAID 1 ilə 0-ın birləşməsi deməkdir. Yəni qısaca bir məlumat verim. Ümumiyyətlə RAID 10 RAID 1+0 kimi də istifadə edilir. RAID 1-in yəni bunun güzgülənməsi, mirroring və RAID 0-ın zolaqlaşdırılması ilə birləşir. Ən yaxşı performansda verən məhz RAID 1.0-dır. Əslində 10 deyən də var, 1.0 deyən də var. Kimə necə rahatdır. Amma bir özəlliyi də var ki, digər RAID-lərdən belə deyək, fiyat tərəfindən RAID 10 bahadır. Çünki RAID 10-da ən azı 4 disk tələb edir və verilənlər bazası ilə bir çox yazma əməliyyatlarını yerinə yetirməkdə çox icradır. Məsələn, sizin böyük bir database-imiz varsa və yaxud da böyük bir orada datamız varsa, yəni RAID 10 sırf onun üçün effektiv və performanslıdır. Həmçinin RAID 10 aparat və ya proqram təminatı kimi də işləyə bilir. Amma bir mənfi özəlliyi olur ki, siz əgər bunu proqram kimi istifadə edəcəksinizsə, artıq performansı başlayır yavaş-yavaş itirməyə. Digər RAID səviyyələri barəsində mən demək istəyirəm. Məsəl üçün, əslində RAID 2-də var. Gəlin o mən sizə şəklini göstərim. RAID 2 belədir. Gördüyünüz ki, 1, 2, 3, 4, 5, 6 və 7. RAID 2 belə olur. Minimal gördüyünüz kimi 7 disk. RAID 3 yenə də 4 diskdir. RAID 4-də var. O da yenə də 4 diskdir. RAID 7 tam demək o yoxdur. Və RAID 0+1 var. Belə bir sistemdə var. Elə ki, onun təsirəsidir. Sadəcə olaraq stat təsvirini mən demək istəyirəm sizə. Çünki bəziləri oyda RAID 2 ilə OBS-in fərqlidir. Bəziləri çaşlı sual verir. Baxın, qaydan təzdən RAID 2. RAID 2 RAID 5-ə bənzəyir. Lakin diskləri əks etdirəndə zobarlıq əvəzinə bit səviyyəsində zobarlıq meydana gətirir. Yəni RAID 2 nadir hallarda istifadə olunur. Çünki artıq mən görməmişim kimsə RAID 2 istifadə eləsin. Çünki onlar həyata keçirilməsi baha başa gəlir və bəzi disk və giriş çıxışlarında əməliyyatları zəif işləyir. Yəni siz nəsə böyük bir iş görmək istəyirsiniz, əvvəli yaxşı başlayır, axırda artıq başlayır nasazlıq eləməyə, köçürülmə sürəti başlayır zəif işləməyə, artıq ürəyiniz olmur. Daha isə RAID 3-ü göstərim bir də üzr istəyirəm. RAID 3-də gördüyünüz kimi disk nəqbatı parti blok var, burada da var. RAID 3 RAID 5-ə bənzəyir, amma paritet disk tələb edir. Görürsünüz, burada yazıb APBP. RAID 3-ün yüksək ixtisaslaşdırılmış verilənlər bazası emal müddəti istisna olmaqla nadir hallarda istifadə olunur. Yəni artıq görürsünüz, ən çox bu dəqiqə yenidən çalışın sabah harasa bir inşaat, bir infrastruktur falan quranda ilk sadaladıqlarım RAID-lərlə qurun. Yəni 0, 1, 5, 6, 1 üstəgəl 0. O da baxır sizin şirkətin belə deyək də o investisiyasına. Həm də siz orada nə işlər görəcəksiniz. Sizin orada belə deyək, infrastrukturunuz necə olacaq, datanız necə olacaq, ona uyğun çalışın, RAID qurun. Daha sonra isə RAID 4-ü göstərim sizə. RAID 4-ü görürsünüz 4 diskdən ibarətdir. RAID 3 olduğu kimi bir səviyyəsi deyil, byte səviyyəsində olduğu konfigurasiya. Yəni burada xırda bytelarla gəlir, performansı aşağıdır. RAID 7-də bazarda olmayan bir təşkilata məxsus bir görürsünüz RAID səviyyəsi. Artıq görürsünüz RAID 7-niz Google-da adi şəkildə yoxdur ki, mən sizə onu göstərim. Mən nə yazıram, görürsünüz Google mənə başqa informasiya və RAID 0 üstəgəl 1 RAID 10 kimi qarşılaşdırılır. Lakin onlar eyni deyil. Belə baxanda baxırıq ki, bayağı görürsünüz, mən də sizə göstərdim. Mirror plus stripping. Görürsünüz, bir 4 dənə disk, RAID 10-da da 4 dənə disk. Amma elə deyil. RAID 0.1-in RAID 0 massivindəki ara kəsmələr güzgü massivdir. Yüksək performans tələb edir. Amma yüksək miqrasiya deyilən bir sistem, qabiliyyəti olmayan infrastrukturlar üçün istifadə olunur.
Yəni qısaca mən sizə belə deyim də yoldaşlar. Bir çox kiçik və orta biznes üçün, yəni baxırdı sizin bir 100, 150, 200 dənə məsəl üçün, şirkətdə bir user varsa, yəni siz onlarda rate 0, 1, 5 və bəzi hallarda rate 10-u istifadə eləyə bilərsiniz. Amma artıq sizdə böyük infrastrukturlar varsa, RAID 10-da, RAID NAS storage-lərdə istifadə eləyə bilərsiniz ki, yəni siz biləsiniz ki, sizin işlədiyiniz RAID-in performansı yüksəkdir. Yəni 2 dəqiqədən bir, nə bilim, bir disk sıradan çıxdı, fault tolerans çoxaldı, nə bilim, orada mənim datalarım sildi. Yəni çalışın siz infrastruktura uyğun baxıb bir RAID qurun ki, həm siz də yorulmayasınız, həm performansı işləsin, həm də biləsiniz ki, datalar ötürəndə heç bir error, orada hansısa bir parity blok vardı, dağılmaq söhbəti yoxdur, xətalar, errorlar vermir, rahat bölünür, rahat paylanılır. Yəni sizin logikal diskləriniz standart və sabit olaraq işləyir. Bu günlük bu qədər dostlar. Hər birinizə təşəkkür edirəm. Gələn növbət dərslərimizdə inşallah görüşmək ümidi ilə sağ olun.